Biz bilirik ki, Polad müəllim hər zaman sizə yabani güllər, çöl gülləri Bəli. gətirərdi. Çox sağ Biz olun. də çox düşündük ki, çöl gülünə yaxın nə var? Əsl, Çox sağ olun. belə deyəcəm, çoban yastığı. Çox sağ olun. Bunu sizin üçün. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Mən bu güllərin hekayəsini də sizə danışmaq istəyirəm. O mənə mağazadan çiçək almazdı. Hər zaman bax belə təbii çiçəklər dağlardan yığırdı və rəngarəng, çox gözəl və həmişə mənim masamın üstündə onun çöldən yığıb gətirdiyi çiçəklər olardı. Və bir də ətirli bitkiləri, dərman bitkilərini çox sevirdi, toplayırdı həmişə. Və bunun da bir ağrılı hekayəsini danışmaq istəyirəm sizə. Onun şəhid olmasından hardasa bir ay əvvəl mən çox belə soyuqlamışdım, biraz sağalmırdım yəni. Sonra biz Qəbələyə getdik, hansı ki o bizi yola saldı sonuncu dəfə. Biz Qəbələyə getdik, o şəhid oldu. Sonra biz bir aydan sonra artıq Şəmkirə qayıtdıq ki, orada bizim əşyalarımız, onları qaytaraq, gətirək. Mən gördüm ki, masanın üstündə bağlamalarda bitkilər var. Bildim ki, Polad Həşimov bunları qalxdığı postlardan yığıb. Bir neçə bitki idi. Amma nə üçün istifadə olunduğunu bilmədim. Bilən, yəni o dərman bitkilərini tanıyan insanlardan soruşdum. Dedilər ki, bunlar hamısı soyuq dəymənin dərmanıdır. Və o çiçəkləri mən hələ də saxlayıram. Bəli, heç vaxt o yəni dəmləyib içmədim, çünki qurtarmağından qorxdum. Bu çiçəklərlə bir daha mənə o Poladlı anlarımı xatırlatdınız.